İnsan günah eləyib, ürəyini sındırıb, Allahın yanına gəlmək, dərgahına yönəlmək, ibadət eləyib, məğrur olmaqdan daha yaxşıdır. Bir bəndə təsəvvür eləyin, günah eləmir, Allaha ibadət eləyir, amma özündən razıdır. Bir bəndə də günahkardır, amma özünü qınıyır. Hansı daha əzizdir? Hədislər qəti şəkildə bizə deyir ki, günah eləyib, özünü zəlil bilən adam, ibadət eləyib, özündən razı olan adamdan daha yaxşıdır. Allahın yanında daha hörmətlidir. Allah təvazökar adamdan xoşu gəlir. Musa əleyhissalam dedi, İlahi, məni niyə seçdin, hamıdan üstün elədin? Allah dedi, bir gün sən Şueybin qoyunlarını otarırdın, çobanlıq edirdin. Bir keçi qaçdı, sən də düşdün dalıcan. Xeyli qaçdın, yoruldun, o keçini götürdün, dedin, özü də incitdin məni də. Sonra təvazökarlıqla keçini çiynivə atdın, gətirdin, sürüyə qatdın, sənin o əməlindən xoşum gəldi. Özünü sındırdın, təvazökarlığına görə səni Kəlimullah qərar verdim. Səni öz dostum, öz həmsöhbətim qərar verdim. Ona görə ki, sən təvazökar və mərhəmətli bəndəsən. İnsan bu gecə ümid eləyə Allaha, amma əməllərindən qorxub ümid eləyə. İnsan əməlindən qorxsa, naumid olar birinci. İmam Səccad deyib, baxıram əməllərimə qorxuram. Deyirəm, bu əməllə nə olacaq mənim axı? Elə ki, əməldən ümidsiz olursan, bir çıxış yolu qalır. Deyirsən, mən Allahın rəhmətinə gərək söykənim. Elə ki, Allahın rəhmətinə ümid eləyirsən, Allah da bağışlayır dərhal. Bu günün düsturu budur. Bu gün Allahla bu dildə danışasan, öz əməlindən ümidsiz olasan, Allahın rəhmətinə ancaq deyəsən, İlahi, rəhmətvə arxalanıram. Ancaq rəhmətindən kömək istəyirəm. Bir ərəb gəldi Peyğəmbərə dedi, ya Rəsulallah, qiyamətdə əməllərimizi kim hesaba çəkəcək? Allah buyurdu ki, Peyğəmbər buyurdu, aləmlərin Rəbbi, Allah. Bunu deyəndə ərəb qışqırdı, Nəcəvna və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə nicat tapdıq. Niyə? Ona görə ki, bir kərim şəxs qüdrətə yetişsə intiqam almaz, bağışlayar. Bir halda ki, kərim Allah haqq hesab eləyəcək, onda nicat tapdıq, onda bağışlandı. Allahın qonaqları yox. Allah bizi əziz qonaq kimi qəbul eləyib. İmam Səccad duasında deyir, Quran ayəsini gətirir, Allahdan bağışlanmaq istəməmişlər əvvəl bu ayəni deyir. Deyir, İlahi, sən buyurmusan, Allahla görün nə gözəl danışır. Deyir, sən buyurmusan ki, Allahın fəzlindən istəyin və Allah görəcəksiniz sizə qarşı rəhimlidir. Demisən, bəli. Etməz, madam ki, sən bu sözü demisən, dalıca buyurur, ərz eləyir Allaha. Deyir, bu sənə yaraşmaz mənim Allahım. Deyəsən, istəyin, istəyənə verməyəsən. Yaraşar, yaraşmaz. Deyəsən, gəlin, istəyin, verim, gəlsinlər, verməyəsən. İmam Səccad deyib, bu səndən uzaq bir şeydir, sənə yaraşmaz bu. Allah bir bəndənin üzünə tövbə qapısı açıbsa, əleyhissalam buyurub, bağışlanmaq qapısını da açıb. Allah bir bəndənin üzünə dua qapısını açıbsa, qəbul qapısını da açıb. Allah gileylənir, deyir, nə üçün bəndələr məndən üz döndərir? Mənəm Allah, məndən başqa Allah yox. İstədiyi, istəmədiklərini onlara vermişəm, istəsələr vermərəm. Məndən göz istəmişdin vermişəm, əl istəmişdin vermişəm. Heç istəməyə sənə vermişəm, indi gəlib istəsən verməyəcəm. Yəni çətindir ki, gələsən, istəyəsən, bu da çətindir. İnsanların ən acizi budur ki, Peyğəmbər buyurur, dua eləməkdə də acizdir. İstəmədilər, verdim, istəsələr vermərəm. Sonsuz səxavət dəryası mənimdir. Dünya və axirət mənim əlimdədir. Ondan sonra görün nə gözəl söz deyir. Deyir, əgər göylərin və yerin əhli, bütün göylərin və yerin əhli, göylərin və yerin mülkü qədər məndən istəsələr, hamısına versəm, mənim mülkümdən milçəyin qanadı qədər azalmaz. Hamı istəsə verərəm, heç nə azalmaz. Bir halda ki, belədir, onda vay halına məndən üz döndərib, başqasına ağız asan bəndələri. Bir halda ki, bu neymət mənim əlimdədir, bunu başa düşməyib, yenə məndən naümid olub, qapı axtaran bəndənin vay olsun halına. Qiyamətdə möminlərə deyər, mənlə görüşməyi sevərdiniz, deyərlər, bəli. Deyər, niyə görə sevirdiniz mənlə görüşməyi? Deyərlər ki, çünki bağışlamağıma ümid var idi. Bu sözü deyən kimi Allah deyər, bağışlamağım vacib oldu, sizin hamınızı bağışladım. Suda boğulan adam kimi bugün Allahdan istəyək. O insan ki, ümidi hər şeyindən üzülüb, hər əməlindən. Deyə, İlahi, baxıram əməlimə, ümid verən bir şey görmürəm. İmam Hüseyin əleyhissalamın əzəmətinə bax, nə boyda əzəməti var. İmam Hüseyndən əzəmətli insan neçə nəfərdir? İmam Hüseynin əzəmətini dillər azizdir vəsf eləsin.
Bilirsən, hardan bilmək olar İmam Hüseynin əzəmətinin qaynağı nədir? Onun ərəfə duasını açın, bir yeri var orada. Elə hey deyir, əntəlləzi, Allaha deyir, sən o kəssən ki, əntəlləzi, mənə minnət qoydun. Əntəlləzi ənəmtə, sən o kəssən ki, mənə neymət verdin. Əntəlləzi əhsəntə, sənsən mənə yaxşılıq eləyən. Əntəlləzi əfzəltə, sənsən məni fəzilətli eləyən. Əntəlləzi rəzəqtə, sənsən mənə ruzu verən. Əntəlləzi hədəytə, sənsən məni hidayət eləyən. Əntəlləzi qəfərtə, sənsən məni bağışlayan. Əntəlləzi sətərtə, sənsən günahlarımı bağışlayan, eyiblərimi örtən. İmam Hüseynin əzəməti bu idi ki, hər şeyini Allah yolunda qurban vermişdi. Axır saatında deyirdi, İlahi Hüseynin səndən başqa pənahı yoxdur. Hüseynin səndən başqa heç kəsi yoxdur. Hüseyin hər nə veribsə azdır sənin yolunda. Sahabələrdən biri baxırdı İmam Hüseyin ağaya, ağlayırdı. Dedi, niyə ağlayırsan? Dedi, heyfslənirəm, bir can verib Allah mənə. Heyfslənirəm, bir can verib. Sənin yolunda bir can nədir ki? O qədər şeyi Allah yolunda verirdilər, heç nə bilirdilər. Kərbəla şəhidləri özünü heç nə bilirdisə gör, mənlə sən kimi? Bizim nəyimiz var Allaha təqdim eləyək? Heç nəyimiz yoxdur. Amma ürəyimizin bir küncündə xanım Fatimə Zəhranın məhəbbəti var. Mənim ürəyim xəstədir. Günah qəlbimi öldürüb. Amma diqqətlə baxsalar, ürəyimin bir güşəsində bir nur taparlar. O da xanım Fatimə Zəhranın məhəbbətidir. Əhl-i Beytin məhəbbətidir.